Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina habibi kulubina şefi'i zunubina Ebil Kasimi Muhammed. Ve ala alihi tayyibina tahirin el ma'sumin el mukerremin. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. قال الله تعالى في محكم كتابه بسم الله الرحمن الرحيم تلك أمة قد خلت لها ما كسبت ولكم ما كسبتم ولا تسألون عما كانوا يعملون آمنا بالله وصدق الله العلي العظيم. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu eyyuhel mu'minun. Aziz müminler, cuma gününüz mübarek olsun. Allah Teala bu günün bereketinden, rahmetinden sizleri ve bizleri bir nasip etmesin inşallah. Allah Teala Kur'an-ı Kerim'de Bekara suresi 134. ayette buyurur: Tilke ummetun kad halet leha ma kesebet ve lekum ma kesebtum ve la tus'alun amma kanu ya'malun. Onlar bir ümmet idiler. Gelip keçiblər artıq. Leha ma kesebet. Etdiyi əməllər, qazanc əməllər onların özlərinə aiddir. Və lekum ma kesebtum. Sizin etdiyiniz əməllər də sizin özünüzə aiddir. Və la tus'alun amma kanu ya'malun. Onların etdikləri barədə siz sorğu-sual olunmayacaqsınız. Tarix insandan ayrı bir şey değil. İnsan elə tarixin özüdür. Çünki tarixin gedişatına insan hökm eləyir. Hər bir insan müəyyən bir ideologiyaya, bir dünya görüşünə sahibdir. Və həyata baxışı da həmin dünya görüşünün prizmasındandır. Daşıdığı əqidəyə uyğun olaraq öz fərdi və ictimai həyatını, davranışlarını, hərəkətlərini tənzimləyir. İnsan cəmiyyəti sırf maddi bir təzahür deyil. Biz insan cəmiyyətini sırf biyoloji bir təzahür kimi təqdim etsək səhv etmiş olarıq. İnsan cəmiyyəti eyni zamanda mənəvi bir təzahürdür. Yəni insan cəmiyyətini formalaşdıran insanın daşıdığı əqidədir, insanın daşıdığı, malik olduğu, sahib olduğu ideologiyadır. İnsan ideologiyasının, insan düşüncəsinin, insan əqidəsinin onun həyatının istər fərdi olsun, istər ictimai olsun, bütün sahələrinə hakimdir. Davranışlarımızı, hərəkətlərimizi yön verən, yönləndirən bizim sahib olduğumuz əqidədir, bizim düşüncəmizdir, həyata baxışımızdır, dünya görüşümüzdür. Buna görə də məsələn müsəlman ki İslam əqidəsini daşıyır, İslam ideologiyasına sahibdir. İslam onun üçün həyata baxışıdır. O həyata İslam nöqteyi nəzərindən baxır. Allahın buyurduqları nöqteyi nəzərdən həyata baxır və həyatını da buna uyğun tənzimlənməyə çalışır. Demək, tarix insandan ayırmaq mümkün deyil. İndi belə bir sual ortaya çıxır ki, dinimizin tarixə baxışı nədir? Tarixin insan həyatında payı nə qədərdir, rolu nə qədərdir? Və bizim bu reallığımıza keçmiş tarix bizim hazırki yaşadığımız dönəmə və ya gələcəyimizə nə kimi təsirlər verə bilər, edə bilər? Bu sualı cavablandırmaq üçün İslamın ən əsas mənbəyi olan elə Qur'an-ı Kərimə müraciət eləyək. Ki görək Qur'an-ı Kərim tarixi bizə nə cür təqdim eləyir? Biz Qur'an-ı Kərimə baxdıqda görürük ki, Qur'an-ı Kərimdə bir çox peyğəmbərlərin həyatından bəhs olunub. Əvvəlki ümmətlərin əhvalatları Qur'an-ı Kərimdə yer alıbdır. Allah Teala bizə Qur'an-ı Kərimdə əvvəlki ümmətlərin, əvvəlki peyğəmbərlərin həyatından, tarixindən müəyyən nümunələr gətirir. Düzdür, Qur'an-ı Kərimdə tarix sözü işlədilməyib. Qur'an-ı Kərim nəbə, qıssə və ya qısəs və ya hədis sözü işlədib ki, məsələn, ayələrdə bu öz əksini tapıb. وَاتْلُ عَلَيْهِمْ نَبَّأَ ابْنَيَّ آدَمَ Adəmin iki oğlunun xəbərini onlara oxu, onlara de. Və yaxud da nəhnu nəqussu aleyke əhsənəl qasas. Yusuf surəsində buyurur ki, biz sənə
bu Qurani-Kərimdə ən gözəl qissələrdən birini, əhvalatlardan birini danışacağıq. Və yaxud da digər bir ayədə buyurur: "Həl ətəkə hədisi Musa." Musanın söhbəti, sözü gəlib sənə çatıbmı? Tarixi adətən araşdıranlar 3 metodla araşdırıblar. Ki qədimdə də bu cür idi. Görsən tarixi sadəcə tarixi hadisələri yazardılar. Filan hadisə baş verib, ardınca filan hadisə baş verib, ardınca filan hadisə baş verib. Bunu biz İslam tarixinə müraciət edəndə də görürük. Sırf xronoloji bir hadisələri ardıcıllıqla qeyd ediblər. İkinci bir üslub budur ki, tarixi hadisələri qeyd etməklə yanaşı onu tədqiq ediblər, onu araşdırıblar da, təhlil ediblər. Bəzən də yönləndirməyə çalışıblar, bəzən saxtakarlıqlar ediblər. Buna çox rast gəlirik biz. Bu istər İslam tarixində olsun, istər dünya tarixində olsun. Məsələn, elə qonşumuz, bədnam qonşumuz ermənilər tarix saxtalaşdırmaqda ən məşhur bunlardır. Ki bunlar tarixi demək olar ki, başdan ayağa saxtalaşdırıblar və öz xalqlarına, öz millətinə də bu saxta tarixi o qədər belə təqdim edib ki, artıq bunlar bu saxtakarlığı səmimiyyət kimi, doğru kimi qəbul ediblər. İndi haşiyə çıxıram, mövzudan kənara çıxıram. Məsələn, mən Cəbraildanam özüm. 15 yaşında biz Cəbraildən qaçqın düşmüşük. 30 ildən sonra Cəbrailə qayıtdım. Bütün evləri dağıdıblar, bütün evləri yandırıblar, ağacların hamısını kəsiblər, xarabalığa çeviriblər. Cəbrail rayonunun mərkəzində gətirib bir saxta kilsə tikiblər. Gediblər hardansa bir köhnə daşlarda tapıb gətiriblər, yazılı daşlarda. Onları da oraya pərçimləyiblər ki, güya elə burada qədimdən bir erməni kilsəsi olub. Ki halbuki yəni mən orada yaşadığım bir yerdə, orada erməni kilsəsi orada olmayıb heç zaman. Yəni tarixi bu cür saxtalaşdıran insanlar da var. Ki inşallah bizim Məhərrəm söhbətində də İmam Hüseyn əleyhissalamın və İslam tarixi ilə bağlı məsələlərdə o saxtakarlıqlardan bəzi nümunələr inşallah qeyd edəcəyik. Üçüncü metod budur ki, tarixdə hər hansı bir xalqa, hər hansı bir dövlət, bunlardan danışılmır. Sadəcə ibrətlər danışılır. Xeyir və şər, pis və yaxşı təqdim olunur ki, insanlar ibrət götürsünlər. Əvvəlkilərin təcrübələrindən istifadə etsinlər. Qurani-Kərim bu metodla tarixi təqdim eləyir. Qurani-Kərim tarix təqdim eləyəndə hansısa bir illərdən filan ildə filan olub deyə danışmır, bəhs etmir. Qurani-Kərim məsələn Firondan bəhs eləyir. Firon filan vaxtı doğuldu, filan vaxtı öldü, belə oldu, elə oldu ya bunlardan bəhs etmir. Qurani-Kərim Fironun həyatından müəyyən məqamları insanlara, bəşəriyyətə çatdırır ki, o məqamlarda böyük bir ibrətlər var. Və bir öyüd nəsihətlər var. Bu cür təqdimat daha faydalıdır. Və Qurani-Kərimdə biz görürük ki, Qurani-Kərim tarixi hadisələri təqdim eləyəndə 4 mühüm nöqtəyə diqqətimizi yönəldir. Birincisi ibrət məsələsidir. Allah Teala məsələn Yusuf surəsində buyurur: "Laqad kana fi qasasihim ibratan li ulil albab." Onların qissələrində, əhvalatlarında ağıl sahibləri üçün ibrətlər var. Həzrəti Yusuf surəsini məsələn oxuyursan, Yusuf əleyhissalamın uşaqlıq dönəmindən ta gəlib Misirə vəzir olan dövrünə qədər baxırsan, bütün həyatının müxtəlif mərhələləri göz önünə sərgilənir. Uşaqlıq dönəmində çəkdiyi psixoloji çətinliklər, quyuya düşməsi, quyuda inamını itirməməsi, quyuda stres halına düşməyərək Allahına təvəkkül etməsi, quyudan çıxıb qul kimi satılması, şəhvətlə üz-üzə qalması, bütün sınaqlar, həyatının bütün mərhələləri, qardaşları ilə qarşılaşması, qardaşlarından intiqam belə almaması. Yusuf Peyğəmbərin həyatı təzadlı həyatdır başdan ayağa. Ki Qurani-Kərimdə Yusuf surəsində bu öz əksini tapıb. İbn Əta adlı alimlərdən biri var, deyir ki, kimin dərdi qəmi varsa getsin Yusuf surəsini oxusun, dərd qəmi gedəcəkdir. Çünki onu oxuyub düşünəndə görürsən ki, gör Yusuf ki, hər kəsdən əli üzülüb, atıblar quyuya, heç kəsin xəbəri yoxdur. Atasına da gəlib deyirlər, canavar bunu yedi, inamını itirmədi. Allah onu qaranlıq quyunun dibindən çıxartdı, apardı Misir kimi bir sivilizasiya olan bir dövlət, o dövlətin böyük bir şəxsiyyətinə, vəzifəsinə qədər qaldırdı. Gədanı padişah edən Allahdır. İkinci, nəkal. Nəkal cəza mənasındadır. Qurani-Kərim məhv edilmiş xalqlar barəsində danışır. Əvvəlki ümmətlərin, əvvəlki xalqların fərdi və ya kütləvi şəkildə etdiyi günahlar, etdiyi səhvlər, xətalar və ağır, acı nəticələri. Bunlardan bizə bəhs eləyir ki,
Allaha inanan insanlar, inancılı insanlar o cür böyük günahlardan, o cür böyük xətalardan çəkinsinlər ki, əvvəlki ümmətlərin aqibətini yaşamasınlar. Ad qövmü, Səmud qövmü, Lut qövmü, Şuayb peyğəmbərin qövmü, Bəni İsrailin başına gələn bəlalar. Bunlar hamısı Qur'an-ı-Kərim bizə sərgiləyir ki, onlara verilən cəzanın səbəbləri nə idi? O səbəbləri biz həyatımızdan çıxardaq. Üçüncü nöqtə, görürsən ki, Qur'an-ı-Kərim tarixi hadisələri sərgiləyəndə öyüd nəsihət, ki, insan ibrət götürsün, bir öyüd götürsün. Allah Teala Qur'an-ı-Kərimdə də buyurur ki, فَجَعَلْنَاهَا نَكَالًا لِمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِزَةً لِلْمُتَّقِينَ. Biz o əvvəlki ümmətlərə ki, cəzalar verdik, bunları ibrət götürsünlər deyə, onlardan sonra gələn insanlar ibrət götürsünlər, öyüd nəsihət götürsünlər deyə bunları bu cür cəzalandırdıq. Və Allah da Qur'an-ı-Kərimdə o hadisələri, o əhvalatları bizə sərgiləməklə istəyir ki, biz neyniyək? Öyüd nəsihət götürək. Dördüncüsü xatırlatmaq. Hadisələri sırf biz xatırlayaq, qəflətdən ayılaq deyə zikra sözü keçir Qur'an-ı-Kərimdə. Zikr xatırlamaqdır. Quranda da buyurur ki, fəzəkkir, innə zikrə tənfə'il müminin. Xatırlatmaq möminlərə fayda verir. Quran-ı tarixi hadisələri bizə təqdim edir ki, biz qəflətdə olmayaq, qəflətdən ayılaq. Bizim də aqibətimiz Fironlar kimi, Nəmrudlar kimi, Şəddadlar kimi olmasın və ya məhv edilmiş, ilahi qəzəbə və ilahi əzaba düşər olmuş xalqlar kimi olmayaq. Quranda Allah Teala buyurur ki, Kəlla nəqussu aleykə min ənbə'ir rusul. Biz bu peyğəmbərlərin əhvalatlarından sənə danışırıq. Niyə? Mə nüsəbbiti bihi fuadəkə. Sən qəlbi biraz möhkəmlədək, qəflətə düşməyəsən. Və cəəkə fi həzəl haqq və mav'izətən və zikrə lil müminin. Bu əhvalatlar kimi nəql olunub, bunlarda nə var? Haqq var, öyüd nəsihət var və möminlər üçün bir xatırlatma var. Bu müqəddimədən sonra, bu dediyimiz hamısı müqəddimə idi. Bu müqəddimədən sonra gəlirik belə bir məsələyə ki, niyə biz Kərbala vaqiəsini xatırlayırıq? Hər il Kərbala faciəsini, Kərbala vaqiəsini xatırlayırıq və məclislər təşkil edirik. Bu faciəni törədənlərə Allahdan lənət diləyirik. Bizə qarşı bir çox etirazlar var ki, bu etirazlar bəzən görürsən, dinsizlər, ateistlər tərəfindən də adam heç bir inanca sahib deyil, bu məsələdə etirazlar eləyir. Bəzən görürsən, müxtəlif başqa məzhəblər, məzhəb təəssübkeşliyindən irəli gələrək etirazlar eləyir. Bəziləri də sadəcə özünü isbat etmək üçün, özür istəyirəm, zəhlə töhmək üçün, mən də varam demək üçün başlayır müəyyən, görürsən, ya sosial şəbəkələrdə, orada, burada, platformalarda, sosial platformalarda sözlər atır, danışır. Bəzilərdə, məsələn, Qur'an-ı Kərimdən də bizə istat gətirir ki, sözümüzün əvvəlində dediyimiz ayə əsasən istinad edirlər. Ki, tilkə ümmətun qad xələt. Onlar bir ümmət idi, gəlib getdilər. Ləhə mə kəsəbət və ləkum mə kəsəbtum. Onların kəsb etdiyi onlara aiddir, etdikləri onlara aiddir. Sizin kəsb etdiyiniz sizə aiddir. Və lə tüsəlunə əmmə yə'məlun. Onların etdikləri barədə sizdən soru-sual olmayacaq ki. Yəni onlar deyir ki, məsələn, Kərbala hadisəsi baş verib, məndən soruşmayacaqlar ki, niyə sən İmam Hüseyni öldürdülər, filan kəs qətlə yetirdi, sən hardaydın? Onu soruşacaqlar məndən, yox, bizdən soruşmayacaqlar. Bu ayəni əsas gətirərək ki, deyirlər ki, keçmişdə baş vermiş şeylər danışmaq da doğru deyil. İndi bu etirazlara qısa bir cavab verək və mövzunun əsas mahiyyətinə qayıdaq. Ki, birincisi budur ki, bu ayə ki, bunları əsas gətirirlər, ayənin nazil olma səbəbinə baxaq ki, bu ayə nə barədə nazil olub? Necə ola bilər ki, Qur'an-ı Kərim bu qədər peyğəmbərlərin əhvalatından danışıb, əvvəlki ümmətlərin əhvalatından bizə danışır, sonra deyir ki, onlar bir ümmət idi, keçib getdilər, onların əməlləri onlara aiddir, sizin əməliniz sizə aiddir, onlar barəsində sizdən soru-sual olunmayacaq. Əgər soru-sual olunmayacaqsa, niyə əvvəlki ümmətlər barədə bu qədər bəhs edilib Qur'an-ı Kərimdə? Biz bu ayəyə baxdıqda görürük ki, Yahudilər və Xristiyanlar öz aralarında ixtilaf edirdilər. Bunlar deyirlər ki, İbrahim bizdəndir, İbrahim Peyğəmbər. Bu birilər deyir, yox, İbrahim Peyğəmbər bizdəndir.
Quran-ı Kerimdə Allah Teala buyurur ki: "Em tekulun inne İbrahim ve İsmail ve İshaq ve Yaqub ve'l asbat kanu hudan ev nasara." Yoxsa siz deyirsiniz ki İbrahim, İsmail, İshaq və peyğəmbər nəvələri Yahudi və ya Xristiyan olublar. Bunlar hamısı axıb İbrahimdən sonra baş verib. İnsan necə ola bilər ki, özündən sonra baş verən bir şeyə mənsub olsun? Məndən sonra bir təriqət yaranıb. Mənin də o təriqətə necə mənsub eləyə bilərsən? Məndən sonra yaranıb bu. Yahudilik də Xristiyanlıq da Həzrət İbrahimdən sonra yaranıb. Necə deyirsiniz ki, İbrahim Yahudi idi və ya Xristiyan idi? Başqa bir ayədə buyurur ki: "Mə kənə İbrahimu Yahudiyyan və la Nasraniyyan, velakin kənə hanifan muslima." İbrahim əleyhissalam nə Yahudi idi, nə Xristiyan idi. O, batil dinlərdən üz çevirib Allaha təslim olan birisi idi. Və mə kənə minəl müşrikin, və Allaha şərik qoşanlardan deyildi. Bu birinci cəhətdən. İkinci cəhətdən ki, Quran bizə bu tarixi hadisələri nəql eləyir. Niyə nəql eləyir? Ona görə nəql eləyir ki, biz bayaq dediyimiz kimi ibrət götürək. لَقَدْ كَانَ فِي قِصَصِهِمْ عِبْرَةً لِأُولِي الْأَلْبَابِ. Ağıl sahibləri üçün onların qıssalarında ibrət var. Məsələn, Quran-ı Kerim bizə iblisin təkəbbürlüyündən danışır. Allah Teala Adəmi yaratdı, Adəmə adların hamısını öyrətdi. Sonra mələklərə təqdim etdi ki, deyin, deyə bilmədilər. Adəmi dedi, onlara xəbərdar elə, əhvalatı bilirsiniz. Allah nə dedi? Dedi, Adəmə səcdə edin. Fəsəcədu illə iblisə, hamısı səcdə etdilər iblisdən başqa. Əbə və stəkbəra. İmtina etdi və təkəbbürlük göstərdi. Allah bu əhvalatı bizə danışır ki, təkəbbürlük yaradılışda baş vermiş ilk günahdır. Yaradılış aləmində ən birinci olan günah hansı olub? Təkəbbürlük olub. Ona görə ən böyük günahlardandır. Quran-ı Kerim bizə görürsən ki, Adəm əleyhissalamın cənnətdəki əhvalatından danışır. Qadağan olunmuş ağaca yaxınlaşma deyir. Bu ilə bizə bildirmək istəyir ki, insan şeytanın vəsvəsəsinə meyl etdikcə, İnsan ilahi qadağalara tamah saldıqca ilahi nemətlərdən məhrum olacaq. Quran bizə yer üzərində baş vermiş ilk cinayətdən danışır. Habil ilə Qabil arasında baş vermiş əhvalat ki, əhvalatı hamınız bilirsiniz. Qabil Habili qətlə yetirdi. Qətlə səbəb nə idi? Həsəd. Qardaşına ki, həsəd etdi, birinin qurbanı qəbul olundu, o birincisi ki, qəbul olunmadı. Qurbanı qəbul olunmayan Qabil qardaşına qarşı həsəd apardı və qardaşını sonunda qətlə yetirdi. Həsəd qədər böyük bir günahdan danışır ki, bu qətlə gətirib çıxaracaq bir günahdır. Quran bu hadisələri bizə danışır ki, biz bunlardan ibrət götürək. Və üçüncü mühüm məsələ budur ki, biz yaxşı kimlərdənik? Biz öyünsək, quru öyünsək ki, məsələn desək ki, biz İbrahim nəslindənik, İbrahim bizim peyğəmbərdir. Necə ki, bəzən deyir ya, məsələn, Həzrət Rasulullah bizim peyğəmbərdir, dünyanın ən dahilərindən biridir, İmam Əli bizim imamımızdır, kimin belə imamı var? Amma özüm heç nəyəm, onun kimi yaşamıram, onun kimi etiqad bəsləmirəm, həyatımı onun dedikləri üzərində qurmuram. Bu zaman bu öyünmək, bu fəxir heç bir şeydir. Onun etdiyi yaxşılıq ona aiddir, mənim etdiyim mənə aiddir. Onun yaxşılıqlarını mənə verməyəcəklər. Amma mən dinimi birindən götürürəmsə, onun həyat tərzi mənim əqidəmə də, mənim həyat tərzimə də təsir eləyir. Bir nəfər belə bir söz demişdi ki, Kərbala tarixdir, Kərbala din deyil. Bunu deyən insan əvvəla burada səhv edir ki, tarixlə insanı bir-birindən ayırmaq olmaz, bayaq dediyimiz kimi. İnsan elə tarixin özüdür. İkincisi budur ki, səmanın seçdiyi insan, Allahın seçdiyi insan dindir, dindən başqa bir şey deyil. Çünki səmanın seçdiyi insan kimdir? Peyğəmbərlərdir, imamlardır, risalət sahibləridir. Risalət sahibi olan Allah vəlilərdir ki, bunlar səmanın seçdiyi şəxslərdir. Allah Teala bunları ona görə seçib ki, biz bunlara uyğun olaraq həyatımızı tənzimləyək. Onlar bütün varlıqları ilə, həyatlarının bütün sahələrində Allahın hökmlərini iniblər, yaşadıblar. Bütün varlıqları ilahi dəyərlər üzərində qurulubdur. Quran-ı Kerimdə Allah Teala əvvəlki peyğəmbərlər barəsində deyir ki, لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌ. Sizin üçün onlarda gözəl nümunə var. Əvvəlki peyğəmbərlərdən ona görə danışır. Sizin üçün gözəl nümunə var. Və yaxud da Həzrət Rasulullah barəsində buyurur ki, وَلَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ. Sizin üçün peyğəmbərdə gözəl nümunə var. Kimlər üçün? لِمَنْ كَانَ يَرْجُ اللَّهَ وَالْيَوْمَ الْآخِرِ.
O kəs üçün ki, Allaha və axirətə inamı var, axirət günü inamı var. Peyğəmbər əgər din olmasa necə nümunə ola bilər mənim üçün? Allah Qurani-Kərim kitabın ki nazil edib, Qurani-Kərimdə kamil insan modelindən bəhs eləyir. Bu kamil insan modelindən bəhs eləyən Qurani-Kərim, əgər bir dənə də bunun yanında kamil insan nümunəsi olmasa, biz o kitabı oxuyub deyəcəkdik ki, bunlar qeyri-mümkün olan məsələlərdir. İnsan bu məqama gəlib çatanmaz. İnsan bu dərəcəyə gəlib çatanmaz. İnsan belə ola bilməz. Amma Allah Teala bizim kimi biyoloji varlığa sahib olan, yəni ətdən, sümükdən olan, amma ruhani varlığı daha uca olan insanlar ki seçib peyğəmbərlər, o kitabın yanında, nəzəriyanın yanında nəyini də qoyub, tətbiqini də qoyub. Hazır insanın özünü də göndərib, kamil insanı da seçib göndərib bizə. Həmin o kamil insan bütün varlığı ilə dini əks etdirir. Peyğəmbərin bütün sözləri, bütün hərəkətləri və Peyğəmbərin bütün təsdiqlədikləri hər bir şey artıq dindir. Dindən kənar bir şey deyil. Eləcə də imamlarımızın bütün sözləri, bütün hərəkətləri, bütün təqrirat, yəni təsdiqlədikləri, bunlar nədir? Dindir, dindən kənar bir şey deyil. Bütün müsəlmanlar bu məsələdə müttəfiqdirlər ki, Peyğəmbərin qavl, fəil və təqrir. Qavl yəni Peyğəmbərin buyurduqları, feil Peyğəmbərin etdikləri, təqrir Peyğəmbərin yanında bir hadisə baş verir, Peyğəmbər ona etiraz etməyib. Çünki səhv olsaydı Peyğəmbərə etiraz etməlidir. Bu üç cəhətdən Peyğəmbər dəlildir, hüccətdir, İslamın qanunverici orqanıdır artıq. Allah Qurani-Kərimdə də Peyğəmbər üçün buyurur ki, bu kitabı sənə nazil etdik ki, insanlara nazil olanı onlara izah eləyəsən. Mə atakumur rasul fəxudu və mə nəhakum anhu fəntahu. Peyğəmbər sizə nə əmr edir onu yerinə yetirin, nədən çəkindir ondan çəkinin. Mən yuti'ar rasul fəqad ata Allah. Kim peyğəmbərə itaat etsə Allaha itaat etmiş kimidir. Mütləq şəkildə Allah bizə deyir bu adama itaat edin. Çünki ona itaat Allaha itaatə bərabərdir. Demək o insan dindir elə. Allahın buyurduğu din, əməli şəkildə gəzən, hərəkət edən din odur. Necə ki Qurani-Kərim barəsində deyir ya, bizim deyir 3 mərhələli Quran var. Qurani-Kərim samit Quran vərəqlərdədir. Açıb oxumasan danışmayacaq. Rəfdə dayanıb orada. Qiyamət gündür bir neçə şey şikayət edəcək. Biri də budur ki, oxunmayıb, toz basmış Quran. Asılıb qalıb evdə, heç kəs oxumur onu. Qiyamətdə şikayət eləyəcək. Bu samit Qurandır. Bunu sən açıb oxumasan, danışmayacaq səndən. Bir də Quran natiq, danışan Quran. Əli əleyhissalam məsələn deyir, ənən Quran-ül natiq, mən danışan Quranam. Bir də Quran-ül mücəssəm var. Yəni cisimləşmiş bir Quran. Varlıq şəklini almış bir Quran ki, bu Peyğəmbərdir, bu elə imamlardır. Çünki Quranda kamil insan modelini biz harada görürük? Peyğəmbərdə görürük. Peyğəmbərdən sonra imamlarımızda görürük. Buna görə də Kərbala bizim üçün tarix deyil, dindir. Din ümumiyyətlə heç tarix deyil. Din elə həyatın özüdür. Bəzən bir dəfə mənə belə bir sual verdilər. Dedilər ki, sənin üçün din nədir? Yəni adam dindən kənar adamıdır. Fikirləşdiyində mən də deyəcəm ki, din nə bil mənim üçün bir tarixdir, bir həyat tərzidir. Yadıma gəlir, mən orta məktəbdə oxuyanda 13-14 yaşım olardı ya olmazdı. Namaza başlamışdım, namaz qılırdım. Yolda məktəbə gedərkən tarix müəllimi ilə rastlaşdım. İndi mən uşağam, dinə qarşı saf niyyətim var. İçimdə Allaha sevgi daha çoxdur, inam daha çoxdur. Müəllimlə rastlaşdıq. O vaxtda bizim rayonda heç namaz qılan yox idi demək olar ki. Məscid də yox idi. Mənim də namaz qılmam sinifdə yayıldı. Valideyni dedi, müəllim eşitdi, müəllimə dedi. Bu tarix müəllimimiz dedi, eşidirəm ki, namaz qılmısan, eşitmişəm, namaz qılırsan. Dedim, hə müəllimə, öyrənmişəm bəs belə. Dedi, hə öyrən, yaxşı şeydir, öyrənmək yaxşı şeydir. Tək o deyil ki, sən yəni dindar olasan. Yəni dinin əleyhinə də danışıb sən yəni bir cəmiyyətdə mövqe tuta bilərsən. Ateizm elmi var, falan var. Bunlar da dini öyrənməlidir. Çox yəni pis təsir etdi mənə ki, mən bu dinə gəlişim saf məqsədlər üzərindədir. Bu insan isə mənə yönləndirməkdən o saf məqsədi bulandırmaq istəyir. Din bizim üçün həyatdır. Dünya və axirətimiz, dünya axirət nədir? Həyatdır da. Bu dünya bizim müvəqqəti həyatımızdır, axirət əbədi həyatımızdır. Dini həyatımızdan biz ayırmırıq. Dinin bütün dəyərləri bizim özümüzü, həyatımızdır, bütün varlığımızdır, bütün nəfəsimizdir. Əgər ayırsaq, ikili münasibət yaratsaq, səmimiyyəti pozacağıq. Riyakarlıq burada baş verəcək. Etiqad etdiyimiz bir şeydir, yaşadığımız tamam fərqli bir şeydir. Müsəlmanların bu günə gəlib çatmalarının əsas səbəbi budur. Ki, yaşadıkları ilə inancları üst-üstə düşmür. Bir şeyə inanırlar, amma başqa cür yaşayırlar. Bunu dəfələrlə demiş ya. Bu da səbəb olacaq ki, sabah
yaşadıklarına etiqad eləyəcəklər. Elə biləcəklər ki, elə yaşadığımız İslamdır. Yox, bizim yaşadığımız İslam deyil. Bizim İslam qalıb kitablarımızda. Biz kafamıza görə, ağlımıza görə İslam yaşayırıq bugün. İmam Hüseyin əleyhissalam bizim üçün dindir. İmam Hüseyin əleyhissalam bütün İslamı özündə təcəssüm etdirən birisidir. İmam Hüseyin əleyhissalamın ziyarətnamələrindən biri var, Ziyarətül Varis, varis ziyarət adlanır. Bu cür başlayır o ziyarət ki, Əssalamu aleykə ya varisə Adəmə səfvətillah. Ey Allahın seçdiyi Adəmin varisi, salam olsun sənə. Ey Allahın Peyğəmbəri Nuhun varisi, salam olsun sənə. Ey Allahın xəlili, Allahın dostu İbrahimin varisi, salam olsun sənə. Ey Kəlimullah, Allahın danışdırdığı Musanın varisi, salam olsun sənə. Ey Ruhullah, İsa'nın varisi, salam olsun sənə. Ey Habibullah, Muhammedin varisi, salam olsun sənə. Bütün peyğəmbərlərin demək olar ki, ulul əzm peyğəmbərlər burada sadalanır. Adəmdən xatəmə bütün peyğəmbərlərin varisidir. İmamlarımız hamısı peyğəmbərlərin varisidir. İmam Baqir əleyhissalamdan da bir hədisdə buyurulur ki, Nəhnu vərəsətül ənbiya, biz peyğəmbərlərin varisiyik. Bu ümumi varislikdir. Peyğəmbərlərin elmləri onlardadır. Peyğəmbərlərin adabı, əxlaqı, peyğəmbərlərin sahib olduğu ruhani hallar, bunlar hamısı imamlarımızda var. İmam Hüseyin əleyhissalamın fərqli bir varisliyi də var ki, bu xüsusi bir varislikdir. Bu cür izah olunur ki, Həzrət İmam Hüseyin əleyhissalam Allahın seçdiyi Adəmin varisidir. Allah Adəmi nə ilə seçdi? Allah Adəmi elə bir xüsusiyyətlə seçib ki, heç bir peyğəmbər o xüsusiyyətə sahib olmayıb. Adəm yeganə peyğəmbərdir ki, mələklər ona səcdə edibdir. İmam Hüseyin əleyhissalam da elə bir xüsusiyyətlə seçilib ki, bəşər övladı içərisində heç kəs o xüsusiyyətlə seçilməyib. İmam Hüseyin əleyhissalam Seyyid-ü Şühada, şəhidlərin sərvəridir, şəhidlərin ağasıdır. Şəhidliyin bütün mənaçalarları İmam Hüseyin əleyhissalamın həyatındadır. Nuh peyğəmbər uzun illər kafirlərin içərisində yaşadı, inkarçıların içərisində yaşadı, qərib yaşadı. Çox çətin də. Bəzən biz məsələn uzun ömür arzuluyuruq. Quran-ı Kərim buyurur ki, Nuh onların arasında 1000 ildən 50 ilkəm, 950 il qaldı. Uzun illər sən qəriblik yaşadın. Və sonra Allah Teala nicat gəmisi ilə ona nicat verdi. İmam Hüseyin əleyhissalam da Əməvi İslamının, Həzrət Rasulullahın gətirdiyi İslamı təhrif etmiş Əməvi İslamının içərisində qərib qaldı. Öz vətənindən görürsünüz, başqa yerlərə hicrət etmək məcburiyyətində qaldı. Kafirlərin içərisində tək və tənha idi. Allah onun özünü nicat gəmisinə çevirdi. İnnəl Hüseynə misbahul huda və səfinətun necat. İmam Hüseyin əleyhissalam hidayət çırağı və nicat gəmisidir. Həzrət İbrahim əleyhissalam çox sınaqlardan keçdi. Ən böyük sınaqlarından biri idi ki, Allah Teala ona əmr etdi ki, oğlun İsmailin başını kəs. Çox ağır bir sınaq idi. Amma onu işi yerinə yetirmək məqamına gələndə Allah onu sınaq olduğunu ona bildirdi ki, bu sınaq idi. Və fədəynəhu bi zibhin azim. Biz onu daha əzəmətli bir qurbanla əvəz etdik, fidyə etdik. Qoç gəldi, İbrahim qoç kəsdi. İmam Hüseyin əleyhissalama baxırıq. İmam Hüseyin əleyhissalam bütün ailəsini, Əli Əkbərini, Əli Əsğərini, qardaşlarını, hamısını Allah yolunda fəda etdi və ən sonda o əzəmətli qurban vardı. Özü ona çevrilərək Allah yolunda ən sonda özü qurban oldu. Bu varislik də görürsən ki, İmam Hüseyin əleyhissalama məxsus olan bir varislikdir. Həzrəti Musa əleyhissalama baxırıq. Musa əleyhissalam dövrünün tağutu Fironla mübarizədədir. Fironun zülmündən Misri tərk etmək məcburiyyətində qaldı, vətənini tərk etmək məcburiyyətində qaldı. Və Quran-ı Kərimdə də bu cür vəsf eləyir ki, Fironun çıxışını fəxərəcə minhə xaifən yətaraqqabu. Musa deyir, Misirdən deyir, qorxu içərisində kənara baxa-baxa, ora baxa-baxa ki, indi məni tutarlar deyə çıxdı. Qalə Rabbi nəccini minəl qovmiz zalimin. Dedi, Rabbim məni zalim qövmündən məni qurtar, xilas et məni. İmam Hüseyin əleyhissalam da Mədinədən Məkkəyə, Məkkədən Kərbalaya və çıxarkən də çox maraqlıdır ki, Həzrət Hüseyin əleyhissalam da Mədinədən çıxarkən Musa peyğəmbərin bu ayəsini oxuyub çıxmışdı ki, Rabbi nəccini minəl qovmiz zalimin. Rəbbim zalim qövmündən mənə nicat ver. Həzrət İsa əleyhissalam digər peyğəmbərlərdən seçildiyi xüsusiyyətlərdən biri budur ki, İsa əleyhissalamın həvariləri vardı, çox ixlaslı səhabələri idi.
Çox sadiq sahabələr idi. Quranda da Allah Teala buyurur ki, "Fələmmə əhəssə İsa'l küfrə." İsa der ətrafında olanlardan küfr hiss etdikdə ki, bunlar küfrə meyillidirlər, küfr edəcəklər. "Qalə mən ənsari ilallah." Dedi ki, sizlərdən kim mənim ənsarım ola bilər Allaha doğru bu yoldadır, seyirdə? "Qalel havariyuna nahnu ansarillah." Havarilər dedi ki, biz Allahın ənsarıyıq. Biz Allahın yardımçılarıyıq. Əmənnə billah, biz Allaha iman gətirdik. Fəşhəd bi ənna muslimun, şahid ol ki, biz müsəlmanlarıq, Allaha təslim olanlarıq. İmam Hüseyin əleyhissalam da sahabələrin barəsində birisi nə deyir? Deyir, mən sahabələrim, yəni qədər vəfalı, sadiq bir sahabə tanımıram. Əhl-i beytim qədər əməli salih və biri-birinə bağlı bir əhl-i beyt tanımıram. Və biz görürük ki, İmam Hüseyin əleyhissalam eyni zamanda cəddi Rasulullahın da varisidir. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm İslamın banisidir. Bu tevhid dininin banisidir. Peyğəmbərə müşriklər çox əzab əziyyət verdilər. Bəzən də şirkləndirmək istədilər ki, öz tərəflərinə çəksinlər. Gəldilər Əbu Talibə dedilər ki, yəni qardaşın oğluyla danış, ən gözəl qızımızı ona verərik. Var dövlətimizi verərik, onu başımıza padşah eləyərik, amma bizim bu ilahlarla işi olmasın. Peyğəmbər bu sözü eşidəndə bilsin nə dedi? Dedi, and olsun Allaha, and olsun deyir Allaha ki, əgər onlar günəşi sağ əlimə verələr, ayı sol əlimə verələr, Allah bu işi, yəni bu dini üstün etməyincə, qalib etməyincə və ya mən bu din uğrunda həlak olmayınca mən bu yoldan çəkinməyəcəm. Allah Resulünün o kəlməsi olmasaydı, o mövqeyi olmasaydı İslam dirçələnməzdi. İndi gəlin İmam Hüseyin əleyhissalama, İmam Hüseyin əleyhissalamın da Aşura günü heyhat minnə zillə ki, zillət bizdən uzaqdır. İmam Hüseynin bu sözü və bu mövqeyi olmasaydı, bugün də biz Həzrət Rasulullahın əkdiyi o İslam ağacının meyvəsindən xəbərsiz olacaq. O İslam ağacı quruyub gedəcəkdi. Ona görə deyilir ki, Əl-İslam Muhammediyyül vücud, Hüseyniyyül bəqa. İslam Həzrət Muhammed sallallahu aleyhi və səlləm. Həzrəti Peyğəmbərlə vücud tapdı, amma İmam Hüseyin əleyhissalamın sayəsində yaşadı və gəlib bu günlərimizə çatdı. Əssalamu aləl Hüseyin və alə Ali ibnil Hüseyin və alə əvladil Hüseyin və alə əshabil Hüseyin və rəhmətullahi və bərəkatuhu.